Salam, axşamınız xeyir olsun. Gün TV'yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Rubio Mirzoyanla Tramp marşrutunun icrası üzrə birgə bəyanat qəbul edəcək. İndi isə daha ətraflı bir neçə millət vəkili xəbərdarlıq edib ki, hökumət və parlament insanların şikayətlərini həll etmək üçün hərəkətə keçməzsə, ictimai narazılıq daha da pisləşə bilər. Başqa millət vəkili Məhəmməd Rıza Sabagyan bildirib ki, rəsmilər ictimai narazılığı görməzdən gəlməməlidirlər. Unutmamalıyıq ki, insanların hökumət və parlament tərəfindən həll edilməli olan şikayətləri var deyə o bildirib. Əks halda, indi gördüklərimiz daha kəskin şəkildə yenidən baş verəcək. Digər millət vəkilləri də oxşar narahatlıqları dilə gətiriblər. Tehrandan olan millət vəkili Hüseyn Samsami valyuta qeyri-sabitliyinə və qiymət dalğalanmalarına işarə edərək zəif iqtisadi qərarların ictimai qəzəbi alovlandırdığını söyləyib. İranın Sistan və Bəlucistan əyalətinin Dəştiyari şəhərində polis avtomobilinə hücum edilib. Bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Hücum nəticəsində bir polis zabiti öldürülüb, başqa bir polis isə yaralanıb. Hücumun məsuliyyətinin Xalq Müqavimət Cəbhəsi öz üzərinə götürüb. 2025-ci ildə İranın Sistan və Bəlucistan əyalətində 5-i qadın və 2-si uşaq olmaqla 81 etnik Bəluç hökumət qüvvələrinin atəşi nəticəsində həlak olub. Bu barədə Bəluç fəallarının kampaniyası məlumat yayıb. Həmin müddət ərzində 16-sı qadın və 3-ü uşaq olmaqla 61 nəfər yaralanıb. Bununla yanaşı 7 nəfər minaya düşərək həlak olub. 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İsrail ordusu İrandakı etirazlar fonunda hər hansı gözlənilməz ssenarilərə qarşı daim hazırlıqlıdır. Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Briqada generalı Efi Defrin deyib. O qeyd edib ki, İsrail ordusu daim müdafiəyə hazırdır. General İrandakı etirazları İslam Respublikasının daxili məsələsi hesab edir. Eyni zamanda Defrin İsrail ictimaiyyətini təsdiqlənməmiş məlumat mənbələrinə etibar etməməyə çağırıb. Son günlərdə İrandakı vəziyyətlə bağlı bir çox şayiə yayılıb. Biz vəziyyəti müntəzəm olaraq qiymətləndirməyə davam edirik və hər hansı bir dəyişiklik baş verərsə sizi məlumatlandıracağıq deyə vurğulayıram. Şayiələrə aldanmayın. Amerikanın vitse-prezidenti James Vance, prezident Donald Trumpı İrana qarşı hərbi zərbələr endirilməzdən əvvəl diplomatik yolları nəzərdən keçirməyə çağırıb. Bu barədə The Wall Street Journal Amerika rəsmilərinə istinadən yazıb. Məlumata görə Ağ Ev rəhbəri Tehrana münasibətdə hələ yekun qərar verməyib, lakin hərbi zərbə variantına meyilli olduğu bildirilir. Nəşr qeyd edir ki, hazırda Ağ Ev İranın nüvə proqramı ilə bağlı danışıqlar aparılması təklifini də nəzərdən keçirir. Ukrayna prezidenti Vladimir Zelenski İrandakı geniş miqyaslı etirazların Rusiya üçün şəraitin yaxşılaşmayacağını göstərdiyini söyləyərək, etirazların dəyişiklik üçün bir şans olduğunu deyib. Bu barədə o özünün X hesabında paylaşım edib. Zelenski dünyadakı bir çox insanın İranlıların Ukraynaya və digər ölkələrə zərər gətirən rejimdən azad olmalarını istədiyini söyləyib. O, dünya liderlərini, hökumətləri və beynəlxalq təşkilatları İranlıları dəstəkləmək və ölkənin hazırki vəziyyətinə görə məsul olanları vəzifədən uzaqlaşdırmaq üçün hərəkətə keçməyə çağırıb. Hər şey fərqli ola bilər deyə o yazıb. Davam edirik. Amerika dövlət katibi Marco Rubio bugün Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla görüşəcək. Gün TV xəbər verir ki, görüş Vaşinqton vaxtı ilə saat 12:00-a, Bakı vaxtı ilə 21:00-a planlaşdırılıb. Tramp marşrutunun icrası çərçivəsində birgə bəyanatın qəbul edilməsi planlaşdırılır. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.